Hər vaxtınız xeyir. Gəlin sizinlə birlikdə çox gözəl toyuqlu, ərişdəli şorba bişirək. Toyuq hissələrim var idi. Qabırğa, bel üstü və ayaqlar. Əsas qoydum qaynasın çoxlu və qaragöz lobyanı bir qədər çox bişirirəm. Əvvəlcədən axşamdan isladıram və sabahsı günü biraz istifadə edəcəm şorbaya, qalanını buzluğa atacağam və toyuqları qoyuram qaynamağa. Bir ədəd də soğan içinə əlavə edirəm. Çox gözəl olur dadı və kənarda başqa qazanda bir ədəd iri soğanı xırda-xırda doğrayıb, kərə yağını bir balaca qızardıram, qovururam. Sonra üzərinə yerkökü əlavə edirəm. Şorbada çox sevirəm və bişən tikələri sümüylə ayırıram, xırda-xırda eləyib əlavə edirəm yenə qazana. Və burada deməli sarı kök istifadə edirəm toyuq olduğu üçün. Üzərinə də bir diş sarımsağı, sarımsaq əzərindən keçirdirəm, əlavə edirəm. Qış ayındayıq, qış mövsümündəyik. Virusun yayıldığı bu dövrdə çox gözəl şəfa deposudur bu şorba və toyuğun neçə saat qaynatdığımız həmin o suyunu, bulyonunu süzgəcdən keçirib əlavə edirik və bir qabda bişmiş qaragöz lobyanı da əlavə edirəm içərisinə. Digər qalanını isə buzluğa yerləşdirirəm ki, növbət dəfələrdə rahat olsun. Duzuna baxıram və bir qədər əlavə edirəm. Qara istiot əlavə edirəm və budur demək olar ki, hazırdır. Və mənim əvvəldən hazır ərişdələrim var idi. Ərişdə də deməli un, su, yumurta, duz, digər videolarımda var deyə burada çəkmədim. Və kartıma yerləşdirəcəm. Oradan baxıb siz də çoxlu edib, qurudub, növbət dəfələrdə rahat istifadə edə bilərsiniz. Ən sonda isə üzərinə mən toyuğa kək otu yaraşdırıram. Həm də çox gözəl viruslara qarşı da çox gözəl effektiv bir bitkidir. Ona görə də kək otu əlavə edirəm. Siz ürəyiniz istəyən göyərtini, yaş, istər quru əlavə edə bilərsiniz. Ərişdələr çox incə olduğu üçün son 5 dəqiqə, 6 dəqiqə bişirmək kifayət eləyir və istər uzun, istər mən deməli uzunuzu əlavə elədim, sonra isə qaşıqla yedikcə onu kəsib nuş etmək olur ya da əvvəldən elə xırdalayıb əlavə edə bilərsiniz. Yeməyimiz hazırdır, çox ləzzətlidir və qarşıdan Ramazan ayı gəlir. Siz də iftar süfrələriniz üçün bu şorbadan hazırlaya bilərsiniz. Həm vitamin deposudur, həm qış aylarıdır, çox gözəl şəfa deposudur. Və hər kəsin qarşıdan gələn Ramazan ayını təbrik edirəm. Hər kəs üçün çox maraqlı, bol ruzulu və bol bərəkətli ay olsun. Növbəti videolarda görüşərik. Abunə olun, like edin, rəy yazın.